Salam dəyərli kimya müəllimləri, bu gün sizinlə birinci hissədə 1-dən 20-yə kimi hədəfin keçirdiyi miq suallarına baxacağıq. Başlayaq birinci sualdan. Qrafiyə əsasən 1 litr 2M metal NO3 N duzunun natrium hidroksid ilə reaksiyasına neçə qram natrium hidroksid sərf olar deyir. Biz bunu müəyyən etməyimiz üçün əvvəlcə bu N-i müəyyən etməyimiz gərəkir. O da bu qrafikdən görürük. Siz burada yazıb yoxlaya bilərsiniz ki, N-in hansı halında və yaxud da metal olaraq yerinə qoyun. Hansı halda 1 mol parçalananda 1 mol oksigen əmələ gəlir. Bu misal üçün ola bilər cibə 2 nitrat. Alınır metal O2 NO2. 2 mol NO2 alınır. Bunun 1 moluna gördüyünüz kimi 1 molda oksigen alındı. N müəyyən etdik. Və metal NO3-ün molunu tapsaq, Sevulsun verilüsünə əsasən 2 mol olacaq. Bunun da natrium hidroksid ilə reaksiyasını yazsaq, alınır metal OH2, üstə gəlir natrium nitrat. 2 mol. 1 molu gördüyünüz kimi 2 mol ilə reaksiya girir. Şərtdə isə bizə 2 mol verib, 2 molu da 4 mol ilə reaksiya girəcək. 4 mol natrium hidroksidin kütləsi eləyir 160 qram. Sonra ikinci sualda deməli 4 müxtəlif qab verib bizə x qram duz, A qram 30 faizli, 240 qram 15 faizli, 2A qram 60 faizli. Bu yalnız qablardakı maddələrdən tam istifadə etməklə KH 1500 qram bölünsün litr olan 500 ml, sıxlığı da 1,2 qram bölünsün litrdir. Olan məhlul alınırsa x-i hesablayaq. Əvvəlcə biz omega bərabərdir KH bölünsün KH üstə gəlir 1000 vurulsun 100%. Üstünə əsasən KH verib bizə artıq 1500-dür. Oradan tapdıq ki, bu edir 60%. Bunu müəyyən etdik. Və rho məhlul bərabərdir. M məhlul bölünsün V məhlul. Buradan da məhlulun kütləsini müəyyən edək. 1,2 vurulsun 500. Bu da eləcək 600. Deməli, bizim əlimizdə gördüyünüz kimi 600 qram məhlul var. 600 qram 100% deməkdir. Bunun 60%-i maddədir. 360 qram əlimizdə maddə var. Sonra isə biz burada verilənlərə əsasən omega 1, M1 üstə gəl omega 2 üstə gəl M2 bu düsturu yazıb ortalığa bir şey çıxarsaq, belə bir şey olacaq. Burada axı x duz verilibsə onda 100% vurulsun x üstə gəl A vurulsun 30, üstə gəl 240 vurulsun 15, üstə gəl 2A vurulsun 60 bərabər olacaq omega son M son. Yəni 60 vur 600-ə. Və məhlulun kütləsini tapası olsaq biz, məhlulumuzda nə var? X var, A var, məhlulun ikinci qatdakı məhlulun kütləsi 240 var, üstə gəl 2 alacaq. Bunun isə cəmi bizə verir 600-ü. Buradan da tapsaq x üstə gəl 3A-nı, 600-dən 240 çıxsa, gələcək 360 qram. Yəni bunun kütləsi bunu bizə verir. Aşağıdakı bərabərliyi də yazası olsaq, 10x üstə gəl 15A bərabər olacaq 3240-a. Əlimizdə gördüyünüz kimi 2 bərabərlik var ki, biz bunlardan istifadə edə bilərik. X deməli, x-i yuxarıdakı bərabərlikdə belə yazsaq, 360 3A. Aşağıda da x-in yerinə bunu qoysaq, 10, 360 minus 3A. Üstə gəl 15A bərabərdir 3240A. Buradan A-nı taparıq ki, 24 imiş. Və A-nı tapandan sonra isə x-i hesablamamızı istəyir. X-i da elə buradan hesablaya bilərik. X üstə gəl 3 vur 24 bərabərdir 360. O da eləyəcək 288. Üçüncü suala nəzər salaq. X və Y qazlarının heliuma görə sıxlıqlarını cəmi. Heliuma görə deyirsə 4-ə bölməliyik kütlələrin, Y bölü 4 bərabərdir 27. Kütlələri cəmi 27-dir, kütlələri fərqli, yəni X bölü 4 çıx Y bölü 4 bərabərdir 5-ə. Biz bunları toplasaq belə eləyəcək, 2 vurulsun X bölü 4 bərabərdir 32-yə. Buna da bu ixtisar etsə 16, X bərabərdir 64-ə. Y-i də artıq burada 64 bölü 4 yerinə qoyub tapa bilərik. Y də eləyəcək 44. Sonra isə bizə deyir ki, bu qazlar qarşılığı üzərinə 2 mol B qazı əlavə eləsəm, orta molar kütləsi 35 olacaq. Yəni M orta bərabərdir nü1 vurulsun M1 üstə gəl nü2 vurulsun M2 bölünsün nü1 üstə gəl nü2. Bu düstura əsasən getsək, M orta bərabərdir və bunların hər birini bizə 1 mol verir gördüyünüz kimi. 64 vurulsun 1, 44 vurulsun 1, üstə gəl 2B. B qazının elə kütləsini B üçün ifadə edirəm. Molları cəmi isə eləyəcək 4. Buradan da biz B-ni tapacağıq 16-dır və B qazının formulu müəyyənləyirsə uyğun olan bənd olacaq D bəndi, CH4 metan. Dördüncü suala baxaq. Doymuş bir atom spirtin bir molekulunda karbon atomu hibrid orbital sayı CnH2n plus 1 OH. Hibrid orbital sayı sp3 hibridləşmə vəziyyətində olduğu üçün 4n götürək. 4n A-ya bərabərdir. Rabitə sayı A-1-dir. Spirlərdə ümumi rabitə sayı 3n plus 2 idi. Bu da bərabərdir A-1-ə. Burada ilə A-nın yerinə 4n qoyaq. 4n minus 1. Onda n bizə verəcək 3. Yəni bu C3H7OH ola bilər. Və bizdən bunu siniflər arası izomerini istəyir. Siniflər arası izomeri də məlumat məsələsi efirdir. Bu da metil etil efir ola bilər. 3 dənə karbon olsun. Beşinci sualda
Deməli, bizə 2 maddə verib. Fermes 2. Bunların tam yanmasından alınan qazın həcmi. Aydın məsələ üçün burada SO2 alınır. Dəmir 2, O3, SO2, dəmir 2, O3. Və bunu əmsallaşdırsaq, bura 11 düşəcək, bura 4, bura 2, burada 8, yuxarıda əslində 4, 2, 4, 7. Deməli, bunun kütləsini M qəbul edək. Bu da o zaman olacaq 28 çıx M. Yanmasına alınan qazın həcmi, yəni SO2-lərin həcmi cəmi 6,72 litrdir. Belə olan halda isə bunu Y götürsək, buna da deyərik 6,72 çıx Y. M-dən Y alınır, 4 vurulsun, 88 qram isə reaksiya girəndə 4 vurulsun, 22,4 litr alınır. Burada da yenə tənasüb dursaq, 4 vurulsun, 120 qram reaksiya girəndə alınır, 8 vurulsun, 22,4. Yuxarıda və aşağıda. Deməli, belə bir 4-ə ixtisar aparsaq bunda, bu da qalır 22, bu da qalır 5,6. 5,6 M bərabər 22 Y. Və bu arada sizə bir tövsiyə verim. Kurs imtahanlarına gedəndə mütləq şəkildə, əgər orada kompüterdən keçirilməsə imtahan, özünüzə kalkulyator aparın. Buna icazə var. MİQ imtahanında da bildiyiniz kimi kompüterdən istifadəyə icazə vardır. Kalkulyatordan istifadə eləmək olur kompüterdə. Aha, bu bərabərliyi yuxarıdakından əldə elədik. Aşağıdakından isə ixtisar aparaq yenə 2 da getsin 60, yenə 4-ə ixtisar aparaq. Sadəcə oxşar ədədlər alasını deyirəm. 4-ə ixtisar aparaq, 5,6 alsın. Deməli, 5,6 vurulsun 20,8 çıx 5,6 M bərabərdir. 15 vurulsun 6,72 çıx 15 vurulsun Y. Burada gördüyünüz kimi yuxarıda 5,6 M əldə edilmişəm, aşağıda 5,6 M var. Yerinə qoyub hər formunu hesablamaq olar. Buradan Y-i tapırıq. 2,24. Y 2,24 isə buradakı SO2-nin həcmi axı bir yerdə cəmi 6,72 idi. O zaman buradakı olacaq 4,48. Bizdən isə nə istəyir? Reaksiyadan sonra qabda olan saf bərk qalığın kütləsi. Bərk qalıq yuxarıda da var, aşağıda da var. Yəni, yuxarıda deməli 2,24 litr SO2 alınanda nə qədər dəmir çubuğu alınır? Buna X deyək. Amma 4 vurulsun 22 onda 4 ixtisar nə edir? Reaksiya gedəndə alınır deməli 2 vurulsun 160. Buradan tapırıq 8 qram. Eyni ilə eyni prosesi aşağıda da tətbiq edirik. Aşağıda SO2 4,48 litr alınıb. O zaman nə qədər bərk maddə əmələ gəlir bilmirik. 8 vurulsun 22 onda 4 litr reaksiyadan alınan SO2 deməli 2 vurulsun 160 yenə bərk qalıq dəmir çubuğu alınır. Bunun X tapırıq 8-dir. İkisini bir yerdə cəmi tapmalıyıq əlbəttə. O da deyəcək 16. Baxaq 6-cı suala. X axımı dövrü sistemdə 3-cü dövrdə yerləşir. Yəni son resin qarşısında 3 var. Və biz bununla hansı element olmağını bilmək üçün bu ionlaşma enerjilərinə baxmalıyıq. Kəskin fərq hardadırsa, buradadır. Kəskin fərq görürsünüz. 5-dən 6-ya keçəndə ədədlərə fikir verirsiniz, kəskin fərq var. Yəni bunun xarici elektron təbəqəsində 5 dənə elektron var. 3s3p3. Bu da aydın məsələdir fosfor. Fosforun da az miqdar xlorla reaksiyasından biri var 5 moldan girir, biri var 3 moldan. P xlorür salınır. Və əmələ gətirdiyi birləşmənin su ilə reaksiyasını. P xlorürün də su ilə reaksiyasını H3PO3 üstəgəl H xlor alır. Alınan maddələrin hər birinin 1 molu. Bu deməli 2 əsaslıdır. Bunun 1 molu üçün 2 mol natrium OH lazımdır. Bunun 1 molu üçün isə elə 1 mol lazımdır. Yəni bizə 3 mol cəmi natrium hidroksid lazımdır. O deyilir 120 qram. 7-ci suala baxaq. Qızılın mol payı 10% olan qızıl, kalsiyum və misdən ibarət qarşılıqlı qat sulfat turşusu əlavə etdi. Qızılla platin bildiyiniz kimi turşularla reaksiya girməyəcək, çararaqda dayalı olur sadəcə. Qatı nitratla qat sulfatla reaksiya girmir. İndi bunlar reaksiyasını yazaq. Alınır buradan H2S, üstə gəl kalsiyum SO4, üstə gəl H2. Mis ilə də girəndə qat sulfat alınır SO2, üstə gəl mis2 sulfat, üstə gəl H2O. Aha, oradan alınan qazların reaksiyasından. Qazlar da H2S-dən SO2-dir. 9,6 qram kükürt alınır. Kükürt üstə gəl H2O alınır. Bura 2 yazsaq, burada 2 yazsaq, bura düşəcək 3. Biz burada artıq H2S-dən SO2 neçə mol onu tapılır. 9,6 qram alınıbsa, bunu götürək x molundan 9,6 qram, 1 molundan isə alınır 3,32. X tapırıq ki 0,1 mol imiş. 0,1 mol. X nə oldu? SO2 baxın, bu 0,1 moldur SO2. H2S-i tapsaq 2 molundan 3,32 qram alınır, 9,6 qram bəs. Nə qədər olanda alınırmış? Bunu tapırıq ki 0,2 mol imiş. Bu isə deməli olacaq 0,2 mol. Aha, biz indi burada kalsiyumdan misin maddə miqdarını öyrənməliyik. Təbii ki, əvvəlcə əmsallaşdırmalıyıq. Deməli, bunun X deyək, X molundan 0,2, 4 molundan 1 mol alınıb. Buradan tapırıq ki, kalsiyum 0,8 moldur. Misi tapaq. Mis isə bu ilə 1 molundan 1 mol alınır. Sulfatın qarşısına 2 düşür, sadəcə bir də suyun qarşısına 2. 1 molundan 1 mol alınırsa 0,1-də ilə 0,1 reaksiya girib alınıb. 0,1 molda buymuş. İndi bizə nə deyir? Qızılın mol payı 10%-dir.
10% qızıldır. Yerdə qalan 90% isə bu ikisinin cəmiyyətdə yəni 0,9. Tapırıq ki, burada qızıl neçə mol imiş? 0,1 mol imiş. Və kalsiumla qızılın kütlələri cəmini istəyir. Qızılın kütləsi olacaq 19,7. Kalsium isə 0,8, daha 0,8 vur 40. Bu da eləyəcək deməli 32 qram. 7, 51,7. Cavab deməli. 8-ci suala baxsanız, 8-ci sualda 2 dənə sual verir. Makromolekulda olan H atomlarının sayını hesabla deyib. Və burada da makromolekulun polimerləşmə dərəcəsi 1000 olarsa, polimerdə olan karbon sp2 ortası sayını tapın deyir. Bunu da tapaq, bunu da tapaq da cavablarda bəs cəmi istəyir, nə istəyir burada? Yəqin ki, bu səhv düşüb bura. Bilmirəm, fikrinizi bölürsünüz, yaxşı olar, mənim üçün aydın olmadı. Deməli, biz polimeri yazsaq, polimerin daha doğrusu kondensləşmə olacaq da su əmələ gələcək burada. Yazası olsaq, bunun sıqıl, bunun CH4, bu benzol bəlgəsi, NH birləşir deməli tərəfdar turşusuyla alınır. Da belə bir şey. Burada hidrogen deyil, onda yenə CH4, hidrogeni istəyirsə bizdən deməli 4, 5, 6, 10 dənə, 1000 dənə burada hidrogen var. Polimerləşmə dərəcəsini verir çünki. sp2 bir orta sayı istəyirsə, burada 6 dənə karbon var. Deməli, hamısı da sp2, 6 vur sp2. sp2 18. 18 burada. Bu da sp2-dir. Bu da məlum məsələdə sp2, bu da sp2. Burada isə 8 sp2 var. Beləcə 24. Toplasaq bunu da 2, 42. 1000 olduğu üçün 42, 1000. Yəqin ki, burada bunu soruşmaq istəyir, çünki ona olacaq. 9 yerinə ədəd qoyub tapmaq daha məntiqlidir deyə düşünürəm. Aydındır ki, bizim üçün birli karbonda hidrogen sayı CH3, bu bizim birli karbonumuzdur. Bu ikili karbonumuzdur. Bu üçlü karbonumuzdur. Dördlünü də konkret olaraq bizə verilib olsa, dördlüdə hidrogen olur. Burada təbii ki, A-nı elə bir ədəd seçməliyik ki, onun altından böyük olsun. Və biz A-nı elə seçməliyik ki, burada misal üçün karbon sayı mən deyirəm ki, X-dırsa, 3X olmalıdır. Və bu A 3x bərabər A, yəni A 3-ə bölünən bir şey olmalıdır. Bu da 18 uyğun gəlir. Həm də 9-a da bölünməlidir. 18 A-nın yerinə 27 qoya bilərsiniz. Tam ədəd alınmalıdır. 27 qoysanız da onda düz gəlməyəcək yenə ikili karbona görə 18 daha uyğundur. 18 qoysaq burada 3x bərabər də 18 olsa, burada deməli birli karbon atom sayı 6 eləyəcək, ikili karbon atom sayı 18 çıxın 6 ilə burada 2 dənə hidrogen isə 1 dənədir ikili. 18 bölü 9 burada da eləyəcək deməli 2 dənə hidrogen sayı 2 dənə. Üslü karbon sayı. Burada hidrogen sayı da burada üslü karbon sayı deyir. Üslü karbon sayı 18 bölü 9 2 dənə üslü karbon. Karbonlar burada hidrogen sayı verib diqqətli olmaq lazımdır. Burada isə burada hidrogen sayı, burada karbon sayıdır. Burada tapdıq 2-dir, burada da cavab 1-dir. İndi biz nə etməliyik? Təbii ki, sadəcə karbonların sayını hesablasaq deməli. 6 eləyəcək 9, 10. 10 dənə karbon varsa COH 22-dir. Bu da gəlir 142-yə. 10-cu suala baxaq. Suda məhlulda tam elektrolizə uğrayan A duzunun elektroliz məhsulları zamanı az qrafikinə əsasən 44,8 litr A nöqtə qaz ayrılıqda A duzunun formulu və katodda toplanan metan kütləsini müəyyən edin. Burada yəqin ki, variantda xrom 2-yə soda 3 yazmaq istəyirlər. Amma biz reduksiyicilik, kationların reduksiyicilik sırası var. Burada xrom 3 müsbət, xrom 2 müsbət verilib kitablarda. Xrom 3 müsbətə rast gəlməmişəm. Burada deməli, əsas məsələ nədir? Toplanan metal kütləsini tapmalıyıq. Metal desə natriumdan kalium alınsa metal eləyəcək. Sonra sink deməli elektrolizə uğrayanda sink özü alınacaq, H2 alınacaq, O2 alınacaq, plus turşu da alınacaq. 4 dənə maddə olduğu üçün burada isə Z, Y, X verir. Ona görə D-ni götürün. Baxırıq mis 2 nitratın parçalanmasına. Parçalayaq elektrolizdən hidroksid. Alınacaq mis, oksigen, HNO3. Əmsallaşdırsaq 2, 2, 2, burada 4 düşər. Deməli, 22,4 litr qaz ayrılanda 2 vurulsun 64 qram metal ayrılıb və 44,8 litr ayrılanda soruşur nə qədər metal var. İxtisar gedir 4 vurulsun 64 verir 256. Və cavab olacaq C. 11-ci suala baxaq. 1 mol ribozanın oksidləşməsi və 1 mol ribozanın hidrogenləşməsi zamanı alınan üzv birləşmələrin tərkibində olan asimetrik karbon atomlarının sayını hesablayın. Deməli, riboza C, 5, H10, O5. Oksidləşməsi. Gümüş bir oksidin amoniyakda məhlulu. Buradan əmələ gələcək deməli turşu. Açıq quruluşu yazsaq. 4, 5. OH, OH, OH. OH bu isə COH. Sonra hidrogenləşməsi C5, H10, O5. Suya gəl, H2. Burada da spirt alınır. CH2, COH. OH-ları da yazalım. O5, OH. OH. Asimetriklərin sayını istəyir bizdən. Asimetriklər deyirsə bu H2-dir. Bu asimetrik deyil, bu da asimetrik deyil. Amma bu və bu olacaq asimetrik. Yəni,
Ə, müxtəlif karbon müxtəlif radikallara birləşib. Burada da yenə CH2. Bununla bu asimetrik deyil. Budur, budur və budur. 6 NA cəmi 3 orada 3 burada. 12-yə baxaq. 12-də A mol piritdən sənaydə alınan sulfat turşusu laboratoriyada 4 mol HNO almaq olar. Reaksiyaların praktik qismi 50%, 80%, 50%, 100%. Ardıcılıqla geçsək, SO2, SO3, H2SO4, 2, 2, 2. Deməli, birinci reaksiyanın çıxımı 50%-dir, ikincinin çıxımı 80%-dir, üçüncünün çıxımı 50%-dir, axırıncı da elə 100%. Axırıncı dediyimiz də nədir? Nitratın alınması. 4 mol nitrat alınır. Natrium nitrat üzərinə laboratoriyada alınması oldu bu. Sulfat turşusu gəlsə, alınacaq. Amma burada heç nə fərqi yoxdur. Normal dozda yazsaz, turşuda yazsaz. Sonda yəni əmsallara fikir verirsiniz. Cavab eyni alacaqsınız. Çünki ixtisarxanada 2-nin 2-yə birin belə qalır. Deməli, A mol, A-nın 50% reaksiyaya girib. Əgər A-nın hamısı reaksiyaya girsəydi, əslində 2A alınmalıydı, amma 50% reaksiyaya giribsə, deməli 2A alınmalıydı, 50% A alınıb buradan, yəni A. A-nı aldıq. Sonra isə bunun isə 80%, praktikasının 80%-dir. A-nın 80%-i, bu deyir 0.8, 0.8 almışıq, 0.8A. 0.8 A-nın da yenə burada praktikanın 50%-dir, bu deyir 0.4A. 0.4A aldıq, amma burada deyir ki, çıxım 100%-dir. Bunun deməli 0.4A-sından elə 0.4A nitrat turşusu alınır mol olaraq və bizə deyir ki, laboratoriyada 4 mol almalıdır. Yəni bu 4 mola bərabərdir. A-nı buradan tapsaq, A eləyəcək 1. Bunu tapdıq. 1 yox, 10. 1 nədir? Aha. Bizə nə istəyir? Reaksiya zamanı əmələ gələn dəmir çubuğu kütləsi götürülmüş dəmir S2-nin kütləsindən neçə qram az olar? Bax, görək burada dəmir çubuğu alınır. Üstə gəl SO2 alınır. 11, 4, 2, 8. 10 mol mən deməli fermesini götürmüşəm. Baxmalıyım ki, burada nəyə nəzər almalıyıq? Çıxım 50%. 10 mol götürmüşəm, amma bunun deməli 4 mol götürürəmsə 2 mol alınır. 10 molun yarısı reaksiya girib, yəni 5 mol girib. 5 mol tapmalıyım mən. Bu da nə eləyəcək? 10 bölü 4. 2.5 mol. 2.5 mol dəmir çubuğu almışam. 2.5 mol dəmir çubuğun kütləsi nə qədərdir? Dəmir çubuğun 1 molu deməli 160 qramdır. Burada 4-də 1 eləyir, 4-də 1 eləməyəcək. 160 vurur, 2.5, 400. Deməli 400 qram dəmir çubuğu var əlimdə. Amma 10 molda vermesçi var idi. 10 molsun vermesçinin kütləsi isə 120-dir. 120, eləyəcək 1200. 1200-dən də 400 çıxanda qalır 800. Elə bir cavab da mən gördüm. Nəysə, burada bir fikriniz varsa, şərhlərdə yazarsınız, xahiş edirəm. Nəysə, adresa səhv eləmişim, böyük ehtimal. 13-cü suala baxaq. 13-də deməli C6, H12O6 verib XYZ alınır. Deməli, bu C6H12O6-nın 3 cür qızqırma məhsulu var. 3 məhsul alınanda nə vaxt olur? Buradan alınırsa C3H7 COH, yağ turşusu, üstə gəl CO2, üstə gəl H2 alınmaqda olur. C2H5OH. Bu deməli 425 dərəcə Selsius yazılsa, bu divinilin alınma reaksiyasıdır. Divinildir, üstə gəl H2O, üstə gəl H2 alınmaqda da. Və bunun katalitik temperaturla dehidratlaşmasıdır. C2H4, üstə gəl H2O. Maddələr deməli Y və M. Y-lə M, hidrogen sayı. Y haradadır? Y buradadır. Hidrogen sayıdaki bu olar, yəqin Y. Z burada da var, burada da var. Bu Z nə olar? H2 olar. Bu H2, H2. Eldəki H2O-dur. Başqa şey soruşsaydı bizdən. X deməli yağ turşusudur. Bizdən Y yox. X CO2-dir. Əgər hidrogen istəyirsə, hidrogen varsa, yağ turşusunda da 8-dən hidrogen var. A deməli bərabər 4-ə. Həqiqətən də CH4 deməli bu M imiş. Etilen və nə istəyir bizdən? 1 molekul olan karbon atomlarının hibrid orta sayı. Aha, bundan bunu tapmalıyıq. C3H7 COH deməli 3 dənə sp3-dür. 3 4 12. Üstə gəl bu isə sp2-dir. 3 bu edir 15. Burada isə hər ikisi sp2, sp2. Bu dedir 6. 15-i bölək, daha doğrusu n bölü m nisbətini istəyir. 6 bölü 15. Burada 3 yaxsa geçsə, burada 5, burada 2. Nisbətli ədəd olaraq istəyir. Sonda 4 edir. 14-də baxaq. 14-də deməli, həcmi natrium 2SO4-ün 200 verir, qatılığı 0.4. Millilitrə çevirsək 0.2 vur 0.8. Molu eləyəcək bunun 0.2 vur 0.4. 0-dan %8 mol. Hər iki məhlulda natrium iyonlarının, natrium müsbət iyonları mol sayı bərabərdir. Burada natrium müsbət iyonların sayı 0,16-dır.
Burada da eyni olması üçün natrium klorda gərək 0,16 mol olsun. X-i tapsaq, S-ni tapırıq da. S bərabərdir, nü bölünsün V. Bu da eləyəcək 0,4. 15. 15-də deməli, verilən reaksiyada qalan üzvü birləşmə molekullarında sp3 S örtülməsindən yaranan rabitələrin ümumi sayını müəyyən edir. 1,4 dixlor butan üstə gəl natrium OH. 1,4 dixlor. Üstə gəl 2 mol natrium OH. Buradan biz nə alırıq? Buradan alırıq. Deməli, alkaden alırıq. Bu belə. 2-dən nə alırıq? 1, 2, 2 dixlor butan. Buradan alırıq alken. Alkin. Sonra 1 xlor propan. Bir yazalım. Birinci tip, ikinci tip. Üçüncüdən alınacaq. Regenlərində yazaq. SP3S örtülməsini istəyir bizdən. CH2 dezis, proktonsuzlar. Aha, 4-dən alınır. Bir üstü xlorbutan, bir üstü xlorbutan. Bu da psixoalkan alınır. CH3, bu CH2'dir. Bu CH4, bu da CH2'dir. SP3S örtülməsində yaran rabitənin ümumi sayı. Burada SP3S yoxdur, 0-dır. SP3S burada deməli, burada var 5-dir. SP3S burada bir dənə buradadır, 3-dür. Bu ilə hamısıdır, hidrogenləri ilə sayaq. 4, 5, 8. Deməli, 4 böyükdür, 4 böyükdür. 2-dən 2 böyükdür, 3-dən 3 böyükdür burada. Beybəndi. 16-da xlorun pklor üçün əmələ gəlmə istiliyini hesablayın. Əmələ gəlmə istiliyini biz 1 mol maddə bəs maddələrdən əmələ gələn zaman tapırıq. 5 xlor 2, 2 P xlor 3. Bizə hansı reaksiya lazımdır? Bu lazımdır. P üstə gəl. Xlor 2, alır P xlor 3, 2. Burada 3 düşəcək. Burada 2 düşəcək. Amma bunu 1 mol əmələ gələndə nəzərə almalıyıq. İkinci reaksiyanın tərsinə çevirsək, bu P xlor 5-dir. P xlor 5 və 2-yə vursaq hamısını. P xlor 5 alınıb deməli 2 P xlor 3. Üstə gəl 2 xlor 2. 2-yə vurduğumuz üçün burada minus və tərsinə çevirdiyimiz üçün minus 2 Q2 olacaq. Bu ilə Q1 olduğu kimi qalır. İndi bunları toplasam, mənə verəcək bunu. 2P üstə gəl. 5 xlor burada, 2 xlor burada. 3 xlor 2. P xlor 5-lər gedir. Alındı deməli 2P xlor 3. 2 mol əmələ gələndə fikir verin. Q1 çıx 2 Q2 olur. Amma 1 mol əmələ gəlməsi zaman lazımdır. Ona görə Q1 minus Q2, 2 Q2 böl 2. 17. Mis 17-də. X qram mis için nitrat qızdırıldıqda maddənin bir hissəsi parçalanır. Bu zaman bəş qalın kütləsi 17,88 qram olur. Əgər bəş qalın sıxdan %2 mol kalium hidroksidi məğlulə tam reaksiya girərsə, ilkin nümunənin kütləsini hesabla. Bunu parçalayaq əvvəlcə. Bildiyiniz kimi bu asil metallar nitratlar üçün parçalanır. O tərtiblə kim parçalanır? O 2, 4 mol, 2 mol buradan, 2 mol da bu. Bunu deməli 2 olur 188-i parçalananda qədər əmələ gəlir. Biraz tələsləyək. Biz ikinci hissəyə baxaq. NO3, 2. Orada çünki konkret bizə verilib. Evet, kalium OH-la reaksiya gelir 2 moluna. Biz hidroksid üstə gəl 2 mol kalium NO3 gələcək. Deməli, bizə deyir ki, 0,2 mol reaksiya girir. Tapaq görək bu neçə qram girir? 188 qramı 2 molla girirsə, deməli, burada 1,88 qram reaksiya girib. Və bizə deyir ki, bəş qalın kütləsi 17,88-dir. Baxın, bunun 1,88-i burada elə reaksiya girən hissəsidir. 16 qram. Yerdə qalan bu 16 qram nədir? Buradakıdır. Mis2 oksiddə 16 qram. Mən burada mis2 nitratın kütləsini tapmalıyam ki, əvvəldən nə qədər götürüm. Deməli, 2 vur 188-də reaksiya girəndə 2 vur 80 qram mis2 oksid alınır. X da burada edəcək 37,6. İlkin nümunənin kütləsini tapmalıyam. Baxın, burada deməli, qızdırdıqda maddənin bir hissəsi parçalanır. Bu parçalanan hissəsidir bir hissəsi. Qalan hissəsi isə burada baxın reaksiya edir. Yəni, ümumi kütləsi 37,6 üstə gəl 1,88. Burada deməli, kütlə eləyəcək 39,8. %48 biz hesablamasaq bunu tapırıq. Bəs nə deyirik? Burada deyir ki, ilkin deməli nümunənin kütləsini tapdıq və normal şərtdə yaranan qazların həcmi. Qazların həcmi tapanda isə buradan istifadə edirik. 37,6-sından bilmirik nə qədər əmələ gəlib. Amma 2 vur 188 girəndə 5 vurulsun 22,4 litr qaz qarşılığı yaranır. O da X eləyəcək elə 11,2 litr. Baxaq 18-ə. 18-də reaksiyanı əmsallaşdırın. Oksidlərin əmsallarını cəmini hesablayın. Oksidlər deyəndə burada xrom 2 O3 var. Bir də burada düşmüş H2O var burada. Deməli, burada kalium 3 FSN6, kalium 4 FSN6. Deməli, xrom dəyişib burada. Müsbət 3 idi gəlib. 2, 4, 8. İkisi getdi buna. Müsbət 6-ya. Bir də burada deməli dəyişiblər.
Müsbət 3-dən gəlib bu müsbət 2-yə. Deməli, müsbət 3-dən müsbət 2-yə gələndə 1 elektron aldı. Müsbət 3-dən müsbət 6-ya gələndə 3 elektron verdi. 3 düşər dəmirin qarşısına. Xrom olan hissədə isə qarşısına 1 düşəcək. Bunu belə saxlayaq. Sonra baxaq nəyə? Kaliumlara baxsaq sağdan solda. 3, 4-üm 12, 14 dənə kalium olmalıdır. 3-üm 9, 14 olsun deyə bura 5 düşməlidir. Hidrogen sayı 5 kalium OH. Bura 2 onda 5 yazarıq. Bunu indi biz 2-yə vurmalıyıq hər tərəfinə artıq. Hər tərəfi 2-yə vursaq 6, 2, 10, 6, 2, 5. Deməli bizdən nə istəyir? Yox, burada 1 düşməyəcək qarşısına. Bunun qarşısına 2 düşür xroma görə. Xroma görə 2 düşür. Əmsalı, çünki mən bunu belə hesabladım. Amma indeksə fikir verməliydim. Deməli, nə olacaq? Xrom 2O3-ün qarşısında elə 1 olacaq. 1 olacaq. Kalium 2 xrom 14-ün qarşısında 2 olacaq. 5. Bu da cəmi oksidlərin əmsaları cəmi eləyəcək 6. İyi, efendim. Bunda qısa baxaq. Bərabər mol miqdarını götürmüş etanol və qarışqa turşusuna Tollens reaktivi ilə təsir etdikdə 0,6 mol gümüş alınır. 0,6 alınırsa reaksiya gedəndə reaksiyanı yazsaq CH3, CHO, etanol. Üstə gəl Tollens reaktivi. Alınır CH3, COH, üstə gəl 2 mol gümüş. Qarışqa turşusuna reaksiya girəndə isə Tollens reaktivi alınır. H3, burada CO2, H2O, 2 mol gümüş. Və bərabər deyirsə, hər birindən də 2 mol alınır. Deməli, 0,6-dırsa bərabər molda götürmüşəmsə bunu. Deməli, 0,3 buradan alınıb, 0,3 də buradan alınıb. Demək ki, onda bunu 0,15, bunu da elə 0,15 götürmüşəm. İlkin qarşılıqda karbon və oksigen nisbətini hesablayın. İlkin qarşılıqda karbonların gəlin ümumi kütləsinə baxaq. Burada neçə dənə karbon var? 3 karbon var. 3 vur 12 vur 0,15. Oksigen də yəni mollara vurmalıyıq 0,15. Deməli, bir dənə oksigen, 2 dənə, 3 dənə oksigen. Vur 16. Və ixtisar aparsaq, bununla bu ixtisar getdi. 12 ilə də 16 4-ə ixtisar getir. Burada 4 qalır, burada 3 qalır. 3-ün 4-ə. Bəndi. Baxaq, 100 qram X faizli H2SO4 məhluluna 325 qram SO3 əlavə etdikdə 20 faizli oleum məhlulu alınır. Aha. Buradakı suyun hamısı reaksiya girəcək SO3-lə. 20% oleum məhlulu alınır. Son məhlulda olan sulfat turşusunun kütləsi ilkin məhlulda kütləsinin neçə qram çoxdur. 100 qram X faizli deyirsə, burada elə X qram H2SO4 var. Suyun kütləsi nə olacaq? 100 çıx X olacaq. Su. Və bu suyun hamısı 325 qram. Bununla reaksiya gelir. Deməli, SO3 üstə gəlib H2O. Alınır H2SO4. 20% oleum məhlulu deyir H2SO4. Vur NSO3-ü yazsaq. Yəni ki, burada 80% H2SO4-ün payına düşür. 20% də borun payındadır. Kütlələrini bilmirik də təbii ki. Bəs necə tapa bilərik? Deməli, 325 qram əlavə eləsəm buna. 325 qramın aydın məsələ hamısı reaksiya girməyəcək. Bura deyək ki, Y qram bunun artıq qalır. Son oleumda olur. 325 çıx Y reaksiya girir. Bura 100 minus X-la. Baxıram ki, 80 qramda 18 qramla reaksiya girir. Burada əslində sulfatın kütləsini belə də, burada alınan sulfatın kütləsi nə olacaq? Aydın məsələ ki, reaksiya girənləri toplayacam da 325 minus Y. Üstə gəl 100 minus X. Əvvəldən də məndə deməli X qram H2SO4 var idi. Bu 80%-nin içərisində nə var? X var, üstə gəl 325, üstə gəl 100, 425. Çıx Y, çıx X. Aha, burada X-lar getdi elə. Nə qalacaq? 425 minus Y. Bu 80%-dir. Y isə 20%. Y-i tapaq buradan. Bu qalır 4. 4Y bərabərdir. 4Y bərabərdir. 425 minus Y. Y-i də bu tərəfə keçsəm 5Y bərabərdir. 425. Y bərabərdir. 425-də 5-ə bölsəm 8, 85. Bunu tapdıq. Son məhlulda olan sulfat turşusunun kütləsi. 425 minus Y-dir. H2SO4. Deməli, 425 çıx 85.
340 qramdır son məhludakı. Və deyir ki, ilkin məhludakı kütləsinə neçə qram su? Hı -hı. Yaxşı sualdır. 340 qram. Bunu tapdıq. Bəs ilkindəki kütləni necə tapaq? Hə, onu da buradan tapırıq ki, burada su nə qədər reaksiya içirik. Buradan tapırıq. Hə, burada nə yazmışıq? 325 çıx Y. 325 çıx 85, 240 qram. 240 qramla bağa görə nə qədər su reaksiyaya girir? Buradan x-i tapırıq. 80 qram ilə 18 girir. İxtisar geçsin. 3-ə getir burada 3. 100 minus x bərabərdir. 8, 24, 54 x da bərabər olacaq. 100 çıxırsan 54-ə. Deyir 46 qram. 340-dan da çıxaq 46. Bu deyir 294. Amma belə bir cavab yoxdur. Maraqlıdır burada fikirləriniz mənim üçün. Qeyd eləsiniz, sevinirəm.